Və muj dedi, dedi, müharibədədirlər filan. Göstərim sizə də indi, jena и муж, вот посмотрите. Вот жена пришла мужа воспитывать. Чё, пидора? Блядь! Бегом домой, сука! Я тебя, сука, предупреждал! Женщина, за что вы его бьете? За что бьете? Пошел домой, за что Bir бьете? əllə, ha. Bam. За что бьет? За то, что пьет. Было больно! Пошел, сука, домой! Бегом! Вы супруга его, да? İti belə şey elə bilirlər. İndi onun evinə baxarsın, bir də evinə girəndə baxın. Причем? Görün orada nə gözəl ətir gəlir o evdən. Baxın, qapı, darvazaya baxın. Бегом! Бегом! За что? Не бегом! Ну, сука! А теперь беги. Evə baxın. Вот так вот живут в русских селениях, нахуй. Вот так живут Вот русские еще деревья. алкоголики сидят. Sakhalində artıq bu da yox. Ne kişilər? Taxtabaşların dədələridir. Anaların görürüz, dədələrini də görün. Deyil, anası taxtabaşın. Necəsiniz taxtabaşlar? Deyil, mamanız. Babçıqanı döyürdü indicə. Bir əllə, nə belə başa düşürsünüz? Bir əllə zəmbildi. Babçıqa, ay mama, qaçdı, girdi. Evi gördünüz. Bəlkə deyə bilərsiniz ki, məsələn o, axı gedirlər Ukraynada, o savaşan belə bunlardır. Ona görə də savaş ölürlər, gündə 1000, 2000 səsləri çıxmır. İndi artıq 1500-ə kesib, günə 1500-ə, günə. Hər gün bunlar, bilirsiniz, hər tərəf qəbristanlığa çevrilir. Baxın, görün qəbristanlığın ucu bucağı varmı deyə, bunlardır, bu çimorikların orada ölmüş hallarına, baxın. Ни конца, ни края нет. Новое шинное кладбище в Красноярске. И вот как бонус. Просто фух, Hamısı все xaçdır ya, вот так. verin. Все Necə mi deyək, флаг. söz deyirəm, hamısı xaçdır. Это еще что в поле зрения камеры. Просто охереть. Вы просто посмотрите на эти масштабы захоронения. Ucu bucağı yoxdur. Bəs də kamera nə? Atmışıq Moskvada, kefdə ye bizə. Orada oturmuşsan, aram vursan, sənə görə bizi burada pis çornazadı deyirlər bizə. Mənə görə. 50 il bundan əvvəl də mənə görə deyirlər. 18-ci ildə də mənə görə öldürüblər, zorlayıblar. 20-ci ildə də bura gələndə mənə görə öldürüblər, zorlayıblar. Deyil, 31 mart idi. Dünə. Hə? Deyil, bunlar burada bizi öldürüb zorlayıblar. Gör kimlər? Hə? Bilmirəm, burada Petrovlar, Fialetovlar, bunlar, bu çumolar. Mənə görə. O dövrdə də. İrəvan alanda mənə görə almışdılar. Oradakı kişilərin başını kəsmişlər, orada ilə. 3 nəfərin üstünə 3000 nəfər adam atmışdılar. Adam yox, çumolar atmışdılar. Üzərinə qışqıra-qışqıra, döylə-döylə, söylə-söylə, üzərinə... Zəngəzuru da əlimizdən alıb, ermənilər də bura mənə görə köçürdüblər. Taxtabaş, alçaq. Budur. Yaxşı, mən dedim, burada o qədər xas görürsünüz orada. Ayşə, orada bir dənə müsülman qəbri yoxdur, baxın. Yəni, bu Novosibirskdə gedib orada ölən müsülman yox, tatar yoxdur, başqırt yoxdur, ləzgi yoxdur, avar yoxdur, kumuk yoxdur, orada başqaları da var da. Düzdür, Azərbaycanlısı var, Azərbaycanlı, Azərbaycanlı, hanı Azərbaycanlı? Hanı? Birinin qəbri yoxdur orada. Ne üçün hamısı xaçdır? Sual, mən sizə deyim, bizimkilər, bizimkilər ümumi deyirəm də, həmən o ləzgi, bizimkilər düzdür, avar və yaxud da kumuk, Azərbaycanlı hardadır? Bu deyil, bu qəbristanlıqdadır, baxın. Вот такие поля. Копают в ДНР и ЛНР, свозят туда 200-х освободителей, закапывают в землю, а родственникам говорят, пропал без вести, чтобы ничего не платить. Bu deyil, Вот, buradadır. ребят, это работает экскаватор. Это братская могила. Bravsk. Вот фура стоит, на ней привезли. И вон сейчас там дальше увидите. Вот. Hamısı meyitdir, bu onun Там üçün. вот, вон видите, Burada bir фуры tane хат стоят. olmayacak. Вот это O, все, короче, Müslümanlar. привезли трупы. Taxtabaş. Братские могилы, El короче, Çalgey, хоронят Müslüman. здесь Buradan пацанов, İran'ın а потом tərəfindesin, говорят, buraya что Müslüman. пропали без Nə вести. müsülman? Вон, видите, затаскивают. В общем, вот такая Axtarsan əsl müsülman творится. bizi gələr. По телевизору говорят наши герои.
наши защитники, будущая элита страны. А по факту, как бытовые отходы. Просто ковшом закапывать в землю. Nəcis kimi bastırırlar yerə. Gedin gene onları tərifləyin. Gedin ölün. Gedin. Deyin nə qayraq, buraya pis Rusiyada, nə qayraq pis pis. Həmin indi elə deyirsiniz, amma deyirlər. Mən oturmuşuq burada. Düz Rusiyada oturanlar yox, burada oturanlar yazırlar. Mən həmişə onu deyirəm. O yazanların 90%, oradan oturan yazanlar da var təbii ki, amma onun 90%'i burada idi. İndi səsləri çıxmır. Bu ekskavatorla qazırlar, gözəl. Bütün orada yük maşınların arxası meyitdir. Kiminsə uşaqlarıdır o. Atıb orada nəcis kimi üstündə bastıracaqlar. Şirin azaddır. Pulunu da verməyəcəklər. Və salam. Yaxşı, o üstündə xaç olanlar var ha. Bu deyir, baxın, qırmızı dostum deyir ki, bəs Rusiyanın televiziyasının efirindən deyirlər ki, onlar qəhrəmandırlar, vətən uğrunda ölürlər. Ha, hələ orada ölüb gəlin, burada da var, vətən uğrunda ölən kim bastırıb buradan atası. Ha, utanın, utanın. Yəni, çimoların yeri elə quralıqdır. Yəni, bu deyir ki, düz deyir öyle, elitadır. Putin deyirdi. Onlar deyir elitadır. Bunlar icra hakimizat təyin edəcək. İndi bunları yox da, müsəlmanlar təbii ki, yox. Bunları bir nəzik kimi tulacaqlar. Özünkilər o xaç üstündə olanlar var ha. Elitaya bax. O biyax arvad döyürdü ya. Bax, onlar ikisi elita idi, tərtəmiz. O qışqıran ağzından it, belə ifunəti gələndə o da elita idi. Hamısı. De elit, bir-birisi elitanı göstərirəm. O atın satıb uşağı, o hamısı elitadır onlar. De elita. Yaxşı. Bəlkə onların pulun verirlər deyənə ne müsəlman da aparsın oradan atsın nəzik kimi öldürəcəklər. Onların pulun verirlərmi? Baxaq görə onların qızları necə danışır? Həmən o xaç ölənlər var, hansı ki bastırıblar. Baxın görün onların qızları necə danışır. Папы у меня нет, папа на войне погиб. Да, он у меня был командиром, 2 года там был. А он, ему прилетело в сердце вроде бы, в печень, короче, мина, и он 2 часа бежал с этой миной до какой-то там этой метки. Мешками на руках ему сделали 12 операций. Atasından danışır ha? Самое главное не деньги, а чтобы папа был живой. Эти деньги вообще не нужны. Да, сейчас еще мама ждет, ей там какие-то выплаты должны прийти. Год уже, наверное, ждем, как его не стало папы. Ей Ждите. все равно Еще ничего год подождешь. не скидывают. Всю жизнь будешь справку требуют, но мама все справки предоставила. Да, мальчик есть, Дима, позывной Сухач. Нет, он не с папой служил, он в военной части 184-25. А он без вести пропавший, уже как 7 месяцев. Да, это знакомый, это друг семьи. У меня дядя там погиб на войне, недавно тоже. Он пошел, наверное, тоже в 2023 году. Он был 10 месяцев без вести пропавший. Потом мы нашли его по костям. Pulunu da vermirlər. Anam deyir, araçlar yığır. Aparır, verir. Ama bir ildə gözləyir, pul filan vermirlər. Deyir, orada ölüb də, öldü. Üstdən də getmirlər onu. Gör nə sevincisindədir. Bu ancaq pulu gözləyir. Atasından danışır bu qız. Bu da Taxtabaşın bacısıdır. Anasını gördünüz. Atasını gördünüz. Bacısını da görürsünüz. İndi qardaşlarını da göstərəcəm sizə. Bu da onun bacısıdır. Buradakı Taxtabaşın bacısıdır. Bunun tərəfindədir. Onlar niyə gedib orada ölürlər? Çünki bunlar, bax, necə döyür onu, başa düşürsünüz. Putin yaxşı bilir, bunların xüsusiyyətini, xəsiyyətini əla bilir. Çünki gözü də bunlardandır da. O, döyən var ha, o kimonu. Ər sözü düz gəlmir, yaxşı sözü, igid adıdır bu. Yəni ki, həmən o mujiki ki döyür ha. Elə bunlar onu döyə-döyə göndərirlər oraya ki, geçsin pul versin, ölkə eləsinlərlə. Gedir ölür, gətirib it kimi bastırırlar orada, düzdür. Pulunu da vermirlər. Bu ayrı ilə döyə bilər. O yuxarı küçəyə çıxanda deyirlər ki, gəl ona səlahiyyət verək, biraz da bizi qəşəng-qəşəng döysün. Bu çumodur. Yox, çumo o idi, o muj idi, döyləyindi. Bu xalopdur, xalop. Təhkimçi. Ömür boyu yumruq altında. Ömür boyu. Heç vaxtda səsi çıxmayıb, çıxmayacaq. Görün nə xoşbəxt atası ölüb. Anası gəlsə, indi bundan da xoşbəxt olacaq. Sonra əmisi oğlu ölüb. Görün səsini danışdı da.
Gedirlər, ölürlər. Qəbirstanlığın ucu bucağı yoxdur. Yoxdur, bu xalq yoxa çıxır. Və ona görə də istənilən küçədə, sorğuda, bunlara yaxınlaşanda elə bizimkilər, orada yaşayan bizimkilərdən də var. Hamısı yox təbii ki, çünki kommentlərdə indi fikirlərini yazacaqlar. Görəcəksiniz ki, Rusiyada nə qədər qeyrətli, namuslu, bizim qardaş bacılarımız yaşayırlar. Turan ideologiyası ilə, Azərbaycan sevgisi ilə, Türk dünyası sevgisi ilə, dünyanın hər yerində. Amma Rusiyadan mən deyirəm indi, Rusiyadan danışıram. Görəcəksiniz kommentlərdə nə qədər Rusiyadan bizim qardaşlarımız var, bacılarımız var. Nə gözəl də fikirlərini söyləyirlər.